Hello and welcome. Today we're at EAS Rugby as EAS Podcast, and today we were looking at the training, and right now we're going to be interviewing a couple of students. Salam. Mən Avropa Azərbaycan Məktəbinin şagirdiyəm Mikayıl Əzizov və bugün sizdən intervyu alacağım. Çok güzel. Rugby ilə neçə ildir məşğulsunuz? Mən rugby məşqçi olaraq 11-ci ildir. Bir hardasa 3 ilə yaxında oyunçu kimi oynamışam, 15 il olaraq. Məktəbimizin nə vaxt rugby ilə tanış etmisiniz? Avropa Azərbaycan Məktəbində rugby 2-ci ildir ki, fəaliyyət göstərir. Həm primarydə, həm də secondary bölmələrində. Primarydən başlamışıq, hal-hazırda secondarydə məşqlər davam edir. Hər hansı bir uduşunuz olub? Komandamız artıq bir neçə oyunda iştirak edib. Qızlarımızdan ibarət komanda turnirin qalibi olub Şamaxıda. 3 komanda arasında oynayıb və birinci yerə layiq görülüblər. Qızlarımızdan ibarət komanda Şamaxıda turnirdə iştirak edib, birinci yeri qazanıb. Oğlanlarımız da məktəb liqasında artıq 3 oyun keçirdiblər. Nəticələr hələ ki bizi qane eləmir, amma əminəm ki məktəb liqasının sonunda nəticələr yaxşı olacaq. Rugby müəllimi olmaq necə bir hissdir? Rugby müəllimi olmaq həm şərəfli hissdir, həm çətin bir işdir. Çünki düzdür, hər idman növünün özünə məxsus xırdalıqları var, amma rugby mürəkkəb idman növü olduğuna görə burada bir çox xırda elementləri uşaqlara çatdırmaq lazımdır. Həm də idman növü yeni olduğuna görə uşaqlar üçün bu yeni bir şeydir və biraz necə deyim, idman növü özü mürəkkəb olduğuna görə uşaqlar üçün bir qədər çətin gəlir ilk məşqlərdə, amma ondan sonra çox maraqlı iştirak edirlər. Çünki rugby özlüyündə bir çox idman növlərinin elementlərini cəmləşdirir. Yəni burada futboldan da elementlər var, yüngül atletikandan da, güləşdən də, hətta cüdo, ağırlıq qaldırma elementləri də var. Düzdür, uşaq vaxtında uşaqlar o elementlərdən istifadə eləmirlər, amma ümumiyyətlə rugbydə var. Və bu həm uşaqlar üçün oyunu maraqlı eləyir, həm də tamaşaçılar üçün çox baxımlı eləyir. Uşaqlar üçün maraqlıdır. Çox maraqlıdır rugby uşaqlar üçün. Həm Avropa Azərbaycan məktəbində, həm digər məktəblərdə uşaqlar böyük həvəslə qoşulublar məşqlərə. Bugün məktəb liqasında artıq 7 məktəb iştirak edir. Daha 3 məktəbdə də rugby var. Müəyyən səbəblər üzündən onlar hələ ki qoşulmayıblar, hələ komandanı möhkəmləndirirlər. Uşaqlara da maraqlı gəlir, valideynlərə də. Yəni həm bu məktəbdə, həm digər məktəbdə valideynlər çox böyük dəstək göstərirlər rugbynin inkişaf prosesinə. Dediyim kimi, uşaqlar xoşlayırlar həm güləşməyi, həm komanda şəklində qaçmağı, həm topla oynamağı. Bütün bu məqamlar bu oyunu uşaqlar üçün çox maraqlı eləyir və mən fürsətdən istifadə edib valideynlərə böyük minnətdarlığımı bildirmək istəyirəm ki, uşaqları rugbyyə etibar eləyiblər və məncə peşman deyirlər. Rugby ümumiyyətlə uşaqları, tək uşaqları yox, gəncləri də, böyükləri də həm mental, həm fiziki çox inkişaf elətdirir hər tərəfli. Niyə görə mental? Çünki rugby hörmət əsasında qurulmuş bir oyundur. Bu Britaniya mədəniyyətindən gələn bir məqamdır. Rugbydə siz görmərsiniz ki, oyunçular hakimlə nəsə danışsınlar, spor eləsinlər. Deməli, özünə, rəqibinə, hakimə və tamaşaçılara mütləq hörmətlə yanaşmalısan. Və bu da centilmen sayağı bir ab-hava yaradır. Ona görə uşaqlar və oyunlarda, həm də məşqlərdə centilmen sayağı bir ab-hava yaradır. Centilmeni dedikdə bir məqamı istəyirəm xatırlayım. Ötən il Qarabağ Rugby klubu Gürcüstanda beynəlxalq turnirdə iştirak eləmişdi və yarımfinal oyununda məğlub olandan sonra 3-cü yer uğrunda oynamalıydıq və rəqib komanda oyundan imtina elədi, çünki orada nəsə incəlikləri var idi yarış təşkilatçılarından və 3-cü yeri bizə vermək istəyirdilər. Sadəcə biz məğlubiyyətsiz 3-cü yeri əldə etməkdənsə düşündük ki, onlarla danışaq, xahiş elədik ki, bəs gəlin oynayaq. Bizə rəqabətsiz 3-cü yer lazım deyil. Oynadıq, qalib gəlirdik oyunda. Son saniyələrdə uduzsaq da bütün stadion bizi alqışlayırdı. Çünki dedilər ki, Azərbaycan komandası yüngül, yəni rahat 3-cü yeri əldə eləməkdənsə mübarizə aparıb məğlub olmağı daha üstün tutdu və bu da zənnimcə bizim üçün daha dəyərli oldu və biz ölkəmizi orada təmsil elədik yaxşı tərəfdən və centilmenliyin də nümunəsi oldu.
welcome. What's your name? My name is Aliya Mehmedli and I study in EAS. We have some questions for you. What do you like most about rugby? I like the physical activities that we do and my teammates and my coach. Another question. What is your best memory with the team? My best memory was in September when we were at the tournament and we won. Thank you so much. Bye. Hello, please introduce yourself. My name is Ibrahim Mehtiso and I'm 11 years old. Okay, let's start with the questions. What do you like most about rugby? So I like the positive community and the coach and the fun we're having in the process of learning. Okay, what was your best memory with the team? Probably when we went in a tournament and I scored a last-minute goal saving our team. How do you handle high pressure moments? I just take a couple of deep breaths, go in a corner, take a couple of deep breaths, and then I'm right back. And how did you feel in your first match, and how did it go? I felt excited and nervous at the same time, and we tied with a school, so yeah. Okay, thank you so much. Hello and welcome. Could you introduce yourself? Hello, my name is Tamerlan Gasimov. I've been in the rugby team for 2 years. We have some questions for you. First, what do you like most about rugby? In my opinion, I think the defense is the best part. The tackling, the taking the ball from the opponent is just the best part. Second, what motivates you the most, or who motivates you the most? In my opinion, making a career out of this rugby is just motivates me to go on. Interesting. Third question is, how do you handle high pressure moments? I just go with the flow. Like if I get the ball, I run straight to the try line and I try to make a try. Thank you. And lastly, how did you feel in your first tournament match and how did it go? I got benched the entire game. I couldn't play, so I don't really have anything to say. Okay, thank you, Tamerlan. Welcome. Hello, could you please introduce yourself? My name is Safia and I'm in 6th grade. And nice to meet you, Safia. How long have you been playing rugby? I joined rugby this year and I've been playing for around 5 months. Okay, we have some questions for you. Starting with, what do you like most about rugby? So my favorite thing about rugby is probably the teamwork and how fun it is and how energetic it is. Okay, moving on. What was your best memory with the team? My best memory was probably a match we had once, and it was a really fun match. We won. We all got certificates and it was really memorable, especially because of the bus ride. Lastly, what or who motivates you the most? So the two people that motivate me are my best friend Aliya and the rugby coach, because I joined rugby thanks to Aliya and I found it really inspiring, and the rugby coach because he teaches us a lot of things and it's really fun to play. That was all. Thank you, Safia. Thank you. Hello, can you please introduce yourself? Hello, my name is Jahangir Rasulov. And how long have you been playing rugby? I have been playing rugby for half of a year. Thank you. What do you like most about rugby? The teamwork, the speed, the style, and being in one part, in one group. Okay. What was your best memory with the team? Well, we went to Gabala as a field trip, to the party, I don't remember, like this. Okay, third question. Who motivates you the most, or what motivates you the most? I think my mom and our coach motivated me. How do you handle high pressure moments? I'm going home and I looking at myself, what did I make the mistakes, and come back to the training as a new person. Okay, thank you, Jahangir. That was all. Thank you. Please welcome Rugby Azerbaijan.